Salam, hər vaxtınız xeyir olsun əziz kanal izləyiciləri. Biz yenə də abituriyentlərə dəstək məqsədi ilə nəinki abituriyentlərə, ümumiyyətlə informatikanı öyrənmək istəyən hər bir şəxsə dəstək məqsədi ilə video izahlara davam edirik. Söz verdiyimiz kimi Dövlət İmtahan Mərkəzinin ali məktəblərə qəbul imtahan modelləri əsasında tərtib elədiyi 20 variantlı sınaq imtahanlarının bu gün sayca 4-cü sınaq imtahanını sizə izah edəcəyik. Bundan əvvəlki 3 sınavın izahları kanalda yerləşdirilibdir. Əgər izləməmisinizsə, mütləq şəkildə izləməyinizi tövsiyə edirəm. İçərisində maraqlı suallar var. Əgər sizə qaranlıq qalan hər hansısa bir məqam varsa, videonun şərh bölməsinə qeyd eləyə bilərsiniz və bacardığımız qədər biz sizə həmin sualların izahında yenidən dəstək olarıq. Bu gün isə sadəcə 4-cü sınav imtahanını izah eləyəcəyik. Burada aparat təminatı, proqram təminatı və əməliyyat sisteminə aid olan mövzulardan suallar yer alır. Sınağa keçməmişdən öncə isə bəzi şeyləri diqqətinizə çatdırmaq istəyirəm. Blok imtahanına fokuslanan, informatika fənnindən yüksək nəticə əldə etmək istəyən hər bir abituriyentə sürət qruplarımızı məsləhət görə bilərəm. Sürət qruplarımız abituriyentlərə nələr verir? Yəni, abituriyentlər sürət qruplarımızda nələr əldə edir? Onlar barədə də sizə qısa məlumat verim. Daha sonra isə sınavımızın izahına keçək. Sürət qruplarında abituriyentlər qısa zaman ərzində proqramın sürətli və effektiv izahını almış olur. Yəni, bütün mövzu izahları abituriyentlərə bu müddət ərzində çatdırılır. Və abituriyentlər bu müddət ərzində Dövlət İmtahan Mərkəzinin bütün qəbul testlərini işləmiş olurlar. Dövlət İmtahan Mərkəzinin keçirdiyi sınaqlarda, abituriyentlər üçün nəzərdə tutulmuş informatika fənnindən keçirdiyi sınaqlarda bütün sualların, izahların əldə eləmiş olurlar və Dövlət İmtahan Mərkəzinin, DİM standartlı bütün testlərini işləmiş olurlar. Bundan əlavə olaraq abituriyentlərə OTK sınaqları, digər müxtəlif nəşriyyatların sınaqları və digər müxtəlif nəşriyyatların test banklarından bölmələr üzrə sual izahları olunur. Abituriyentlər mövzular üzrə quizlər işləyirlər və sürət qruplarına qoşulan abituriyentlərimiz üçün isə sınaq qrupları tam ödənişsiz bir şəkildədir və abituriyentlər sınaq qruplarında da öz biliklərini möhkəmləndirirlər. Yüksək nəticə əldə etmək istəyən hər bir abituriyentə sürət qruplarımıza qoşulmağı tövsiyə eləyirəm. Ətraflı məlumat üçün nömrələrimizdən əlaqə saxlaya bilərsiniz. Sizə yaxından köməklik göstərərik. İndi isə keçək sınav izahımıza. Aha. Mövzu sınaq imtahanı 4. Mövzularımız aparat təminatı, kompüterin proqram təminatı və əməliyyat sistemləri. Birinci sualla başlayırıq. Onu qeyd edeyim ki, proqram təminatında aid olan, hansı ki, nəzəri hissəni oxusanız, orada proqram adları falan qeyd olunubdur. Burada bəzi sualları işləyərkən gördüyünüz proqram adları ilə DİM-in nəzəriyyəsində rast gəlməyə bilərsiniz. Və ümumiyyətlə elə, məsələn, birinci sualdan başlasaq, birinci sualda nə istəyir bizdən? Tətbiqi proqram təminatına aid olan proqramları müəyyən eləyin. Siz buradakı bütün proqramların adlarının əzbər bilmək məcburiyyətində deyilsiniz. Yəni, ümumiyyətlə, o nəzəri hissəni oxuyanda proqram adları çoxdur. Bunları təbii ki, siz unuda bilərsiniz, yadınızdan çıxmış nəsə ola bilər. Çalışın ki, bu tipli suallarda mütləq hansı proqram, hansı təyinatlıdır, yəni bunu düşünməyəsiniz. Variantlarla çıxdaş edib zaman qazanasınız. Məsələn, birinci sualda tətbiqi proqram təminatına aid olanları müəyyən edin. Məsələn, mən burada Windows və disk clean-up'ı görürəmsə, Windows'un əməliyyat sistemi olduğunu bilirəm. Əməliyyat sistemi sistem proqram təminatıdır. Yəni, bu asan bir seçim olar sizin üçün. Məsələn, bir olan variantları avtomatik çıxa bilərsiniz. Məsələn, bir D variantında, B variantında, Y variantında var. Disk clean-up, disklə bağlı olan disk defragmenter, disk clean-up, format disk, bu kimi proqramların hər biri utilitlərdir və bunlar da sistem proqram təminatının bir hissəsidir deyə. 4-ü də biz buradan çıxsaq, C variantı da çıxmış olar. A variantında 2, 3, 5 sualınızın doğru cavabı olar. Tətbiqi proqram təminatına aiddir bu proqramlar. İkinci suala gəlib baxsaq,
Qrafik redaktorlara aid olanları müəyyən edin. Qrafik redaktorlar Ə, yenə buradan biz yenə də birinci aid olmayanlara baxsaq, Access-in populyar bir proqramdır. Verilənlər bazasından idarəetmə sistemlərinə aid olduğu proqramı, aid olduğu bir proqram olduğunu və WordPad-ın da mətn redaktoru olduğunu biz artıq bilərik yəqin ki. Çünki bunlar populyar proqramlardır. Yəni adları tez-tez eşidilən, nəzəriyyələrdə və testlərdə daha çox rast gəldiyimiz proqramlardır deyib. Yəni bunları rahat bir şəkildə siz qrafik redaktorlara aid olmadığını bilərsiniz. Biz 2 və 5 variantlardan çıxsaq, 2 və 5 olan variantlara çıxsaq, yerdə qalar A variantı 1, 3, 4. Dördüncü proqram sizə burada yad ola bilər. GIMP. GIMP qrafik redaktorda müxtəlif formatlı təsvirlərin, loqoların hazırlanması üçün istifadə olunur. İkinci sualımızın da cavabı bizdə olar A variantı. Üçüncü sualda kursorun idarə olunması klavişinə aid deyil. Home düyməsi bilirik ki, mətn yazarkən mətndə kursoru sətrin əvvəlinə kursoru hərəkət elətdirir. End isə sətrin sonuna kursoru hərəkət elətdirir. Page up və page down düymələri isə kursoru bir ekran yuxarıya və bir ekran aşağıya doğru hərəkət elətdirir. Burada A, B, D, Y variantları kursorun idarə olunması klavişləridir. Shift isə xidməti klavişlərə aiddir. Ona görə kursorun idarə olunma klavişlərinə aid deyil. Dördüncü sualda isə xidməti klavişlərə aid olmayanları soruşur. F-lərlə F1-dən F12-yə qədər olan klavişlərə biz funksional klavişlər deyirik və onlar xidməti klaviş deyil. A hərfdir, hərf klavişidir və 8 də rəqəm klavişidir. Sualımızın cavabı dördüncü sualda nə olasıdır? A variantı olasıdır. Xidməti klavişlərə aid deyildir. Beşinci sualımıza baxırıq. Həm giriş, həm çıxış qurğusu, daxil etmə, xaric etmə qurğusu hər iki funksiyası olan qurğunu istəyir bizdən. Klaviatura bilirik ki, informasiyanı yalnız daxil eləyir, daxil etmə qurğusudur. Görüntü skaneri kağız üzərində olan hər hansısa bir informasiyanın şəklini çəkib kompüterə daxil eləyir. Sensorlu ekran bu həm daxil etmə, həm xaric etmə qurğusu hesab olunur. Touchpad mouse'dur, notebookların üzərində olan mouse əvəzediciləridir. Daxil etmə qurğusudur. Mouse daxil etmə olduğu üçün touchpaddə mouse'un bir növü olduğu üçün touchpad yalnız daxil etmədir. Səs ucaldan isə, yəni səs gücləndirici kolonkalardan söhbət gedir. Bunlar da səsin daha yüksək tonda əks olunmasını təmin edən qurğulardır. Bunlar da çıxış qurğuları hesab olunur. Ona görə 5-ci sualımızın cavabı bizdə olar C variantı. Giriş qurğularına aid olanları müəyyən edin. Belə deyək, P hərfi ilə olan qurğulardan printer, proyektor və plotter. Bunların hər biri çıxış qurğularıdır. Prosesor giriş-çıxış qurğularına aid deyil. Biri çıxdıq və proyektoru çıxdıq. Monitor da xaric etmə qurğusudur. İnformasiyanın çıxışını bizə ekranda verir. 2 də getdi. Daxil etmə qurğuları qaldı. Joystick. Bəzi nəzəriyyələr joystickə mouse'un bir növü kimi qeyd eləyir. Amma joysticklər oyun pultlarıdır. Skaner isə görüntünü kompüterə daxil eləyən bir qurğudur. Giriş qurğuları oldu bizdə 3 və 4. 6-cı sualdır. Cavabımız A variantı olar. Hansı qurğu kredit kartlarının arxasında olan kodlaşdırılmış informasiyanı oxuya bilir? Yadınızda saxlayın. Skanerlərin 3 növü var. Birincisi, strix kod skanerləri. Bunlar hansı skanerlərdir? Bunlar sizin marketlərdə, görürsünüz siz bunu, marketlərdə məhsulun barkodunu oxuyub, məhsulun qiymətini ekrana çıxardan, yəni məhsulun barkodunu kompüterə daxil eləyən strix kod skanerləridir. Daha sonra görüntü skanerləri var. Bunlar kağız üzərində olan informasiyasının şəklini çəkib kompüterə daxil edən skanerlərdir. Və skanerlərin üçüncü bir növü maqnetik skanerlərdir. Maqnetik skanerlər isə deyir ki, kredit kartlarının, hansı ki siz marketlərdə falan bu terminallara öz kartınızı yaxınlaşdırırsınız və kartınızdan məbləğ çıxılır. Bax, həmin o post terminallarda da bir skaner yerləşdirilir. Onlara biz deyirik maqnetik skanerlər. Və bu maqnetik skanerlər təkcə o post terminallarda olmur, turniket sistemlərində falan da, məsələn, metroda tutaq ki, siz yaxınlaşırsınız turniketə, metro kartınızı yaxınlaşdırırsınız, turniketə kartınızın balansından pul çıxılır. Və yaxud avtobuslarda
Kartınızı yaxınlaşdırırsınız həmin o cihaza, həmin cihaz sizin kartınızdan müəyyən məbləğ çıxır və siz marşrutda hərəkət edirsiniz. Bunlar adlanır maqnetik skanerlər. 7-ci sualın cavabı bizdə C variantı. 8-ci suala baxırıq. Hansı səhifədən siçanın göstəricisini və formasını dəyişmək olar? Burada siçan göstəriciləri mouse pointerdir. Bu əməliyyat sisteminə aid olan bir sualdır. Sadəcə pointers bölümünə daxil olmaqla siz siçanın göstəricisinin görüntüsünü dəyişə bilərsiniz. Bu ox işarəsi ola bilər, əl işarəsi ola bilər və s. və ilaxır. Monitorun növlərinə aid olanları müəyyən edin. Deməli, monitor növlərində biz nəzəriyyələrdə adətən 3 əsas monitor növünün adını görürük. Bunlardan biri elektron şüa borulu monitorlardır. Biz bunlara deyirik CRT monitorlar. CRT monitorlar. Ondan sonra maye kristallı monitorlar. Maye kristallı elə LCD deməkdir. Yəni bu 3 ilə 4 əslində eyni şeylərdir. Maye kristallı monitor, LCD monitor eyni şeydir və bir də monitorlarda biz adını seçirik plazma monitorların adını. Yəni düzdür, burada variantda plazma monitoru yoxdur. Matrisli printer növüdür, ştrix kodda skaner növüdür. Deməli biz buradan 1 və 2-ni çıxırıq. 1-2 olan variantların hamısını çıxsaq yerdə qalır A variantı 3, 4, 5. Printerin növünə aid deyil. Ümumilikdə yadımıza salaq ki, printeri biz zərbəli və zərbəsiz olmaqla iki yerə bölürük. Zərbəli printerlərə matrisli, zərbəsiz printerlərə lazerli, şırnaqlı və bir də termiki printerlər aiddir. Gəlib variantlara baxsaq, burada ştrix kod bu printer növü deyil, bu skaner növüdür. 2 olan variantları yenə çıxsaz, LCD də monitor növüydü. 1-4-ü də çıxsaz, yəni 4 olan variantları da çıxsaz. Yerdə nə qalır? Bu görüntü yenə, bu da skaner növüdür. Bu da çıxır, yerdə qalır matrisli və lazerli. Matrisli zərbəli printer, lazer isə zərbəsiz printerin bir növüdür. Onun sualda cavabımız olur B variantı. 11-ci sualda giriş qurğularına aid deyil. Giriş qurğuları bildiyimiz kimi informasiyanı kompüterə daxil edən qurğulardır. Web kamera vasitəsilə görüntü informasiyası kompüterə daxil olur. Bir giriş qurğusudur. Deməli, bizdən giriş qurğularına aid olmayan istəyirdi. Ona görə B və Y variantlarını çıxıram. Sonra gəldik, baxdıq. Optik disk. Optik disk yaddaş qurğusudur. Yaddaş qurğusunun giriş və yaxud çıxış qurğusuna aid eləmirik. A və D variantları da getdi. Yerdə nə qaldı? Ana lövhə, daha sonra ana lövhə. Ana lövhədən sonra bircə dəqiqə, üzr istəyirəm. Burada mən bir yanlışlıq elədim. Bizdə giriş qurğularına aid deyil soruşur. Ana lövhə, qrafiki planşet giriş qurğusudur. Qrafiki planşet digitizerdir. Bu 4-ü biz variantlardan çıxarıq. A gedər, Y gedər, C gedər. İndi bizdə nə qaldı? Web kamerada giriş qurğusudur. Web kamerada 1, bu da gedər. Yerdə qaldı ana lövhə giriş qurğusu deyil. Optik disk yaddaş qurğusudur, giriş qurğusu deyil və operativ yaddaşda yaddaş qurğusudur, giriş qurğusu deyil. 11-ci sualda cavabımız olar D variantı. 12-ci suala gəlib baxsaq, proqram təminatının növünə aid deyil. Deməli, gəldik, baxdıq. Proqram təminatı növünə aid deyil. Sistem proqramı, tətbiqi proqramlar və proqramlaşdırma alətləri. Bunlar proqram təminatının növləridir. Utilit sistemin tərkibidir. Access də tətbiqi bir proqramdır. 12-ci sualda cavabımız olar C variantı. Əməliyyat sistemlərinə aiddir. Bu dəqiqə gəlib baxsaq, biz Paint qrafik redaktordur. 2 olan variantları çıxmalıyıq və GIMP-i də bayaq dedik ki, bu qrafik redaktordur. 5 olan variantları da çıxmalıyıq. 2 və 5 olan variantları çıxsaq, yerdə qalacaq A variantı. DOS, söhbət burada MS-DOS əməliyyat sistemindən gedir. Bilirsiniz ki, MS-DOS əməliyyat sistemi günümüzdə istifadə edildiyimiz Windows əməliyyat sisteminin əcdadıdır, ilkidir. Və bir də MacOS, bu Apple firmasının məhsullarında, kompüterlərində istifadə olunan Macintosh əməliyyat sistemidir. 13-cü sualda cavabımız olur A variantı. 14-cü sualda sistem proqram təminatına aiddir. Sistem proqram təminatına nələr aiddir? Driverlər,
e, xarici qurğuların işini idarə edən proqramlardır. Bunlar sistem proqramlarına aiddir. Daha sonra antivirus proqramları sistem proqramlarına aiddir. Sistem proqram təminatı kompüterin işləməsinə, kompüter sisteminə xidmət edən proqramlardır. Bunu belə yadınızda saxlaya bilərsiniz. Mozilla bu brauzerdir. Brauzerlər yadınızda saxlayın ki, tətbiqi proqramlardır. 3 çıxdı. 3 olan variantları da çıxa bilərsiniz. Elə əlinizdə qalır 1, 2. Bütün kompüter oyunlarının da hər biri tətbiqi proqramlardır. 14-cü sualda cavabımız olası E variantı. 15-ci sualda verilənlər bazasının idarə olunması sistemlərinə aiddir. Bizdən istəyir VBS-ləri. OpenOffice Calc bu elektron cədvəllərə aid olan bir proqramdır. Bu bir olan variantları çıxa bilərsiniz. Bir, VBS deyil, elektron cədvəldir. Bir olan variantlar getdi. Verilənlər bazasını idarə etmə sistemlərinə aid olan proqramlardan biri Access-dir. Mozilla Firefox. Nə dedik bunun haqqında? Dedik ki, bu bir brauzerdir. Brauzer isə tətbiqi proqramlardan verilənlər bazasını idarə etmə sistemlərinə aid deyil. Üçü də çıxdıq. Onda D variantı da gedər. Sualınızın cavabı burada olacaq. B variantı 2 və 4. Google Chrome-da brauzer idi. Proqramlaşdırma alətlərinə aid olanları müəyyən edin. Gəlin müəyyənləşdirək. 16-cı sualda biz rahatlıqla 3-ü çıxa bilərik. Çünki Photoshop qrafik redaktordur. Oracle isə VBS-dir. Verilənlər bazasını idarə etmə sistemlərinə aid olan proqramlardır. Bu ikisini çıxsa A, D, Y, C variantları gedəcək. Logo, Pascal, Python bunların hər biri proqramlaşdırma dilləridir. Ona görə biz bunları proqramlaşdırma alətlərinə aid olan proqramlar üçün seçə bilərik. 16-cı sualımızın cavabı bizdə olası B variantı. 17-ci sualda proqramlaşdırma alətlərinə aid deyil. 17-ci sualda C++ proqramlaşdırma dilidir. Ona görə proqramlaşdırma alətlərinə aid olan proqramdır. Bir olan variantları çıxdıq. Və bir də Basic proqramlaşdırma dilidir. E və Y variantlarında 4 var. Bunları da çıxdıq. Yerdə qalır InDesign, OpenOffice Writer və PowerPoint proqramları. InDesign nəşriyyat sistemlərinə aid olan proqramdır. OpenOffice Writer mətn redaktoru və PowerPoint isə təqdimat proqramıdır. 17-ci sualda cavabımız C variantı. 18-ci sualda tətbiqi proqram təminatına aid deyil. 18-ci sualda MacOS əməliyyat sistemidir. Tətbiqi proqramlara aid deyil. Apple firmasına məxsus olan kompüterlərin əməliyyat sisteminin Macintosh əməliyyat sistemi. Basic proqramlaşdırma alətidir. Yəni Basic bir proqramlaşdırma dilidir. Və Linux-da eyni ilə əməliyyat sistemidir. 18-ci sualda tətbiqi olmayanlar istəyirdi bizdən. Cavabımız olar Y variantı. 19-cu sualda fərdi kompüterlərin növlərinə aid olanları müəyyən edin. 19-cu sualda masaüstü kompüterlər var, dizüstü kompüterlər var. Sensorlu ekran deyə bir kompüter növü yoxdur. 3 olan variantları çıxsaq, 3 olanları çıxsaq. Lazerlə də printer növüdür. C-ni də çıxsaq, yerdə qalır D variantı. 1, 2, 5. Gəldik, baxdıq 20-ci sualımıza. 20-ci sualda bizə nə deyir? 20-ci sualda Windows əməliyyat sistemində mümkün fayl adlarını müəyyən edin. Yadınızda saxlayın ki, bizdə qadağan olunan adlar və bir də qadağan olunan simvollar var idi. Burada qadağan olunan adlardan istifadə olunmayıb, amma qadağan olunan simvollardan istifadə olunub. Yadınızda saxlayın ki, adda sağ-sol slashlər, düz xətt, qoşa nöqtə, dırnaq işarələri, ulduz işarəsi, sual işarəsi, böyük kiçik işarəsi. Bunlar adda olmaz. Bunlar Windows əməliyyat sistemində qadağan olunan simvollardır. Yəni adda istifadə oluna bilməzlər. İndi baxırıq. Biz burada 3-cü suala, 3-cü varianta baxsaq, burada slash işarəsi var. Slash işarəsi qadağan olunan simvoldur və bir də burada 4-də qoşa nöqtə var. Bu da qadağan olunan simvoldur. Deməli biz 3 və 4-ü çıxsaq, D, B, Y və C variantları getdi. 1, 2, 5 fayl adları kimi mümkün ola bilərlər. Sonra 21-ci suala baxırıq. 21-ci sualda video fayllara aid olan uzantıları istəyir bizdən. Deməli, video genişlənmələri axtarırıq.
PPT-X PowerPoint genişlənməsidir. Təqdimat proqramı genişlənməsidir. İkini çıxarıq. İki olan variantları da çıxarıq. PNG isə PNG şəkil genişlənməsi idi və JPG də şəkil genişlənməsidir. 4 və 6-nı da çıxarıq. Ona görə C variantı da çıxar. Yerdə qalar B variantı 1, 3, 5. Bunların hər biri video formatlardır, video genişlənmələrdir. 22-ci suala baxırıq. Deyir ki, bu adlı fayl C diskində testlər qovluğunun içərisində yaradılmış sinif qovluğunda yerləşirsə, həmin faylın tam adı necə olacaq? Testlər qovluğunun, deməli bu fayl C diskindədir. Baxıram ki, hər biri C diskindədir. Deyir ki, testlər qovluğunun içərisində yaradılmış sinif. Deməli C diskindən sonra testlər, testlərdən sonra sinif, sinifdən sonra isə bu fayl gəlməlidir. Burada faylın A variantı doğru kimi görsənir. Baxaq görək B variantında faylın genişlənməsi səhvdir. Ona görə B variantı çıxacaq. C variantında testlər qovluğunun içərisində yaradılmış deyir. Amma burada sinif qovluğunun içərisində yaradılmış testlər veribdir. C variantında testlər qovluğunu ümumiyyətlə verməyib. Y variantında isə sinif qovluğunu testlər qovluğunun içərisində verməyibdir. 22-ci sualın cavabında faylın tam adı A variantındakı kimi olacaq. 23-cü sualda kompüterin parametrlərinə əsasən onun əməli yaddaşının həcmini gigabaytla müəyyən edin. Deməli, biz 23-cü suala gəlib baxsaq, burada 24-cü sual başlayır, orada heç nə yoxdur. 23-cü sualda Asus markalı bir kompüter modeli var və burada Intel Core i9 bu mikroprosessordur. DDR4 32 GB bu onun DDR-lər RAM-lardır. Bu onun RAM-ın DDR4 olduğu və onun həcmi verilibdir. Əməli yaddaşın həcmini gigabaytla 32 GB bu sualın cavabı olar. Bəs bu 512 GB HDD nədir? Bu hard diskin həcmidir. Yəni kompüterin əməli yaddaşının yox, xarici yaddaşının. Əməli yaddaş RAM-dır, DDR4 RAM-dır və 32 GB olduğu. Əgər bizdə xarici yaddaş desəydi, xarici yaddaşın hard disk olduğunu və 512 GB olduğunu söyləyə bilərdik. Daha sonra gəldik, baxdıq. 24-cü sualda bizə nə deyir? Deyir ki, hansı ifadələr doğrudur? Prosesorun tak tezliyi hertzlərlə ölçülür. Düzdür. Keş yaddaş kompüterin sərt diskində yerləşmir. Keş yaddaş kompüterin ana platası üzərində iki səviyyəsi var. Bir səviyyəsi mikroprosesorun daxilində yerləşir, bir səviyyəsi də mikroprosesorla RAM arasında yerləşir. Bu iki yanlışdır. SSD sərt diskdən daha sürətlidir. Bəli, SSD disklər sərt disklərdən daha sürətlidir. Bu, onun yaradılma texnologiyası ilə əlaqəlidir. Hard disklər maqnit disklərdir. Amma SSD-lər RAM-ın hazırlanma texnologiyası ilə hazırlanır deyə, ona görə SSD disklər hard disklərdən sürətlidir. Xidməti proqramlar kompüterin tətbiqi proqramlarına aiddir. Xidməti proqram demək servis proqramı deməkdir. Servis proqramı isə sistem proqramının tərkibidir. Tətbiqi proqramının tərkibi deyil. 4 yanlışdır. Task Manager proqramı vasitəsilə proqramın işini dayandırmaq olar. Doğrudur. Task Manager adətən kompüter donmaları zamanı çağırılır. Hər hansısa bir proqramın işini dayandırmaq məqsədi ilə. 5 doğrudur. Disk defragmenter proqramından diski defragmentləmək üçün istifadə olunur. Bu da doğrudur. Disk defragmenter diski defragmentasiya eləyir. Defragmentasiya eləmək faylların diskdə daha optimal yerləşməsini təmin eləmək deməkdir. 24-cü sualda cavabımız olasıdır 1, 3, 5 və 6. 25-ci suala baxırıq. Klasterlərin həcmi 8 KB olarsa, hansı ölçülü faylların diskdə tutduğu yer eyni olacaq? Klasterlərlə bağlı məsələlərdə biz deyirik ki, fayl hansı klasterə yazılırsa, yazıldığı klasterin ölçüsünü daşıyır. Deməli, bizdə deyir ki, klasterin həcmi 8 KB-dır. Hansı ölçülü fayllar diskdə eyni yeri tutacaq? Yəni, neçə eyni sayda klasterə yazılırsa, eyni sayda yeri tutur. Bunun üçün də siz nə edirsiniz? Faylın həcmin, klasterin həcminə bölürsünüz. Orada qalıq qalırsa, həmişə qalığın nə qaldığından asılı olmayaraq artıq götürürsünüz qisməti. Yəni, misal üçün deyirəm sizə, tutaq ki, faylınızın həcmi 70 KB-dır, klasterinizin həcmi 4 KB-dır.
Bu faylın neçə klasterə yazılmasını öyrənmək üçün siz 70-i 4-ə bölürsünüz. Deyirsiniz ki 17 düşür 2 qalıq qalır. Amma siz onu 17 qalıq 2 yazmırsınız. Deyirsiniz ki 18 klasterə yazılacaq. Yəni o qalıq hissədə mütləq bir klasterə yazılır. İndi burada bizə nə deyir? Deyir ki, klasterin həcmi 8 olarsa, hansı ölçülü faylların diskdə tutduğu yer eyni olacaq. Yəni, mən burada faylın həcmini, klasterin həcminə bölürəm, həmişə artığı ilə götürürəm və klaster sayları hansında bərabərdirsə, həcmlər də onlarda bərabər olmuş olacaq. Deməli, mən gəldim 300. 300-ü, məsələn, mən 300-ü, mən kalkulatordan istifadə edəcəm. Mən gəlib 300-ü bölsəm 8-ə, 300-ü 8-ə böləndə 37 tam düşür, bunun qalığı da qalır. Yəni, bu 38 dənə klasterə yazılır. Sonra gəlib 288-i yoxlayıram. 288-i bölürəm 8-ə. Burada konkret 36 klasterə yazılır. Sonra 6 kilobaytlı elə bu bir dənə klasterə yazılacaq. 72-ni 8-ə bölsəm 9 dənə klasterə yazılacaq. İndi gəlirəm 139-u bölürəm 8-ə. Bu da 18 dənə klasterə yazılacaq. Bir də 216. 216-nı da gəlib bölürəm 8-ə. 216-nı da 8-ə böləndə bu da 27 klasterə yazılacaq. Bircə dəqiqə. Klasterin həcmi 8 kilobayt olarsa, hansı ölçülü faylların diskdə tutduğu yer eyni olacaq? Hə. Deməli, hansı tam bölünübsə, burada da tam bölünənlər hansı idi? Yəni, belə deyək də, bircə dəqiqə. Yəni, burada deyir ki, öz ölçüsü nə qədərdirsə, diskdə tutduğu yerdə o qədər olacaq. Yəni, burada sualda onu nəzərdə tutur. Hansı ölçülü faylların diskdə tutduğu yer eyni olacaq. Yəni, öz ölçüsü nədirsə, diskdəki ölçüsü də o olasıdır. Baxın, biz gəlib 300-ü bir də bölürəm. Aha, biz gəlib 300-ü böləndə 8-ə 37 düşür, qalıq qalır. Yəni, bu 38 klasterə yazılmış olacaq. Deməli, bu 38-i də biz gəlib vursaq 8-ə, bu 304 kilobayt kimi. Yəni, diskdə öz tutumuna bərabər olmayacaq. Bu diskdə 304 kilobayt yer tutacaq. Bunu buradan sildim. Bircə dəqiqə, hə. Bura gəldim, yazdım 304. Bu biri çıxdım. İndi yoxlayıram 288-i. Böləndə tam bölünürsə, 288-i böldüm 8-ə. Konkret tam bölünür. Burada qalıq falan yoxdur. Baxın, bu 37 qalığı da qalırdı deyə 38 klaster yazılır. Amma 288-i 8-ə böləndə tam 36 dənə klasterə yazılır və 36-nı da 8-də vuranda 288 eləyir. Deməli, bu diskdə öz ölçüsü nə qədərsə, diskdə də o qədər yer tutacaq. İndi bu 6 kilobaytdır. 6 kilobaytlıq 8 kilobaytlıq klasterə yazılanda, fayl klasterə yazılanda klasterin həcmini daşıyır. Yəni bu 6 kilobayt diskə yazılanda diskdə 8 kilobayt yer tutacaq. İndi bu 72 kilobayt. 72-ni 8-də böləndə tam 9 klaster düşür. Ona görə də bu da diskdə elə 72 kilobayt yer tutacaq. İndi gəlib baxırıq. 139 8-ə yəqin ki, tam bölünməz. 139-u 8-ə böləndə 17 düşür, bir qalıq qalır deyə. Daha doğrusu 17 düşür, qalığı da var. Bir qalıq qalmır. 17-ni gəlib vursaq, burada 17 yox, 18 dənə klasterə yazılma olacaq. 17 düşür, qalıq qalır deyə bu 139 kilobaytlıq faylınız 18 klasterə yazılır. 18-i də 8-ə vuranda bu eləyir 144 kilobayt. Yəni bu 139 kilobaytlıq fayl diskdə 144 kilobayt kimi görünəcək. Və bir də 216-dır. 216-nı 8-ə böləndə bu da tam düşür. 216-nı 8-ə böləndə 27 dənə tam klaster eləyir. 27 dənə klasterdə 8 kilobaytdan elə 216 kilobayt eləyir. Sualımızın cavabı 25-də olasıdır. 2, 4, 6. 26-cı sualda faylın tam adının doğru ardıcıllığını müəyyən edin deyir bizə. Deməli, yadımızda saxlayırıq ki, faylı adlandırarkən birinci növbədə mütləq disk. İndi gəldik, baxdıq. Diskdən sonra gəlməlidir bir qovluq. Məsələn, mən diskdən sonra bu bir dənə slash qoyulubdur deyə birbaşa qovluq gəlməlidir. 3-ü qoya bilmərəm. Gəlib neyniyəsiyəm? Məsələn, mən burada 4-ü yerləşdirə bilərəm.
informatika qovluğun yerləşdirə bilərəm. Ya da ki, informatika qovluğun yox, belə deyək də, sınaqlar qovluğunu yerləşdirə bilərəm. Daha doğrusu, üzr istəyirəm. Birinci D diski gəldi. D diskindən sonra mən gəlib, burada informatika qovluğunu yerləşdirə bilərəm. İnformatika. İnformatikadan sonra informatikanın özünün sleşi var. Bunun ardınca abituriyenti qoya bilmərəm, amma sınaqları qoya bilərəm. Bunun ardınca sınaqları gətirib qoyuram. Sınaqlar. Sınaqların ardınca da slash qoyub abituriyent.jpg faylını yerləşdirə bilərəm. Abituriyent.jpg. Deməli, gəlib baxsaq, birinci yerləşdi disk 2. Sonra gələn qovluq informatika 4. Sonra gələn sınaqlar qovluğu 5. Sonra gəlir faylımız fayl 3 və onun genişlənməsi 1, 2, 4, 5, 3, 1. Bu doğru ardıcıllıqdır. 27-ci suala baxsaq, tətbiqi proqram, sistem proqramı, proqramlaşdırma aləti. A variantı Adobe InDesign demişdik ki, tətbiqi proqramdır. Birinci suala A variantı gedəsidir. Və Scribus-da tətbiqi proqramlara aiddir. B variantda 1-ə gedəsidir. MacOS sistem proqram təminatıdır 2-yə və Task Manager-də kompüter donmaları zamanı hər hansısa proqramın işini dayandırmaq üçün istifadə olunur. 2-yə D variantı da gedəsidir. Proqramlaşdırma aləti isə Y variantı Basic proqramlaşdırma dilidir. 27-ci sualda cavabımız 1AB, 2CD, 3-də Y variantı olasıdır. Cədvəldə faylların adları və onların informasiya həcmləri verilmişdir. Cədvələ əsasən qrafik faylların disklərdəki həcmini kilobaytla müəyyən edin. Fayldakı cədvəldə əsasən qrafik faylların diskdəki həcmlərini. Deməli, gələk baxaq. Qrafik fayllar deyirsə, bu XLSX getdi, bu cədvəl faylıdır. DocX getdi, mətn faylıdır. TXT getdi, mətn faylıdır. Yerdə qaldı JPG, ODG, PNG. Bunların hər biri qrafik fayllardır. Deməli, indi gəldik, baxdıq. Bizdə nə veribdir? 33 kilobaytdırsa, 33 kilobaytdırsa, mən bunu 8-ə bölsəm, 4 düşür qalıq qalır deyə. Deməli, bu 5 klasterə yazılır. 5 klasterə. Bu 33 kilobaytlıq fayl diskdə 40 kilobayt yer tutacaq. 40 kilobayt. Sonra gəldim buna baxıram. 39-u böldüm 8-ə. 39-u böldüm 8-ə. 39-u da 8-ə bölsəm, 39-u da 8-ə bölsəm, yenə 5 düşür. Yəni bu fayl yenə də 5 klasterə yazılmış olacaq. Yenə 5-i gəldik, vurduq 8-ə. Bu da eləyəsidir 40 kilobayt. Və daha sonra burada 75 kilobayt. 75-i gəldim, böldüm 8-ə. 9 düşür, qalıq qalır deyə. Bu 10 klasterə yazılacaq. Onu da gəlib vuranda 8-ə. Bu da eləyəcək 80 kilobayt. Deməli, bu faylların, bunları da gəlib cəmləsəm, diskdə tutduğu yer 160 kilobayt olar. 28-ci sualımızın cavabı da bizdə olasıdır 160 kilobayt. İndi gəldik, baxdıq 29-cu suala. 29-cu sualda bizə nə deyir? Deyir ki, informasiya həcmləri 19, 26 və 40 kilobayt olan faylların diskdə yerləşməsi üçün lazım ola biləcək maksimum və minimum klaster sayının cəmini hesablayın. Deməli, 1 kilobayt kiçikdir x kilobaytdan kiçikdir 21 kilobayt x klasterin həcmini ifadə edir və tək ədəddir. Deməli, deyir ki, informasiya həcmləri 19, 26, 40 kilobayt olan faylların diskə yerləşməsi üçün lazım ola biləcək maksimum və minimum klasterlər, maksimum və minimum klaster sayının cəmini hesablayın. Deməli, x də 1 kilobaytla 21 kilobayt arasındadır və x klasterin həcmini ifadə edir. İndi gəldik, baxdıq. Əgər faylın həcmi, məsələn, tutaq ki, 19
kilobaytsa, faylın həcmi 19 kilobaytsa, e, deməli belə deyək də, bizdə deyir ki, lazım bircə dəqiqə sualı tam aydın olmadı mənə. Faylların listə yerləşməsi üçün lazım ola biləcək maksimum və minimum klaster sayının cəmini hesablayın. Ə, deməli belə deyək də, ə, 19 kilobaytsa X klasterin həcmini ifadə edir və tək ədəddir. Ə, deməli X-də 1-dən böyükdür, 21-dən kiçikdir. Onda biz şərti olaraq düşünsək, X tək ədəddirsə, ən kiçik, məsələn, mən klasterin həcmin minimumdan düşünürəm də. Minimumdan düşünürəmsə, mən gərək klasterimin həcmin 1 ilə 21 arasında tək ədəd 3 götürə bilərəm. Düşünürəm ki, 3 kilobaytdır mənim klasterim. 3 kilobaytlıq klasterim var. İndi gəldik, baxdıq. Bu minimum həcmdir. Bu minimum həcmdir. 1 ilə 21 arasında da maksimumda tək ədəd 19 kilobayt götürə bilərəm. Klasterin həcmin 19 kilobayt. Bu da maksimum həcmdir. Maksimum. İndi mənə nə deyir? Maksimum və minimum klaster sayının cəmini hesablayın. İndi gələk baxaq. Məndə birinci klasterin həcmi minimum götürdümsə, klasterlərimin sayı maksimum olacaq. Klasterlərimin həcmin maksimum götürdümsə, klasterlərimin sayı minimum olacaq. İndi baxıram. Mənim 19 kilobaytlıq faylım 3 kilobaytlıq klasterlərə yazılsa, 19-u 3-ə böləndə 6 düşür, qalır deyə bu 7 klasterə yazılasıdır. 7 klasterə. Sonra mənim 26 kilobaytlıq faylım 3 kilobaytlıq klasterlərə yazılsa, 26-nı 3-ə böləndə 8 düşür, qalır deyə deyirəm ki, bu 9 klasterə yazılasıdır. 9 klasterə. Və bir də 40-ı gəlib 3-ə bölsəm, 13 düşərsə də bir qalasıdır. Ona görə də bu da 14 dənə klasterə yazılasıdır. Deməli, yadınızda saxlayın. Həcmi minimum götürəndə klasterlərin sayı çox olur. Bunları da gəlib cəmləsəm, 7, 9, 16, 14, 30 klasterə yazılmış olasıdır. 30 klasterə. Məndən də nə istəyir? Maksimum və minimum klaster sayının həcmini hesablayın. İndi gəlin baxaq. Klasterimin həcmini maksimum götürsəm, 19-u bölsəm 19-a tam bölünür. Mənə bir klaster lazımdır. Bir klaster. Sonra gəlib 26-nı böldüm 19-a. 26-nı 19-a böləndə 1 düşür, 7 qalır. Deməli, mənə burada 2 dənə klaster lazımdır. Və bir də 40-ı gəldim, böldüm 19-a. 2 düşür, 2 qalır. Burada da mənə 3 dənə klaster lazımdır. Klasterin həcmini çox götürəndə klasterin sayı az olur. Burada da mənə cəmi 6 dənə klaster lazım olasıdır. Məndən də nə istəyirdi? Klasterlər sayının cəmini hesablayın. 30 üstə gələk 6. Bu da mənə nə verəsidir? 36. Bu da olur 29-cu sualımızın izahı. 30-da bizə nə deyir? Həcmi 1 megabayt olan diskə informasiya həcmi 26 kilobayt olan ən çox neçə fayl yerləşdirmək olar və neçə klasterdə boş yer və neçə klasterdə boş yer qalmaz. Deməli, biz bunu necə həll eləyəsik? Bizə deyir ki, həcmi üzr istəyirəm. Sualın şərtini bir də oxuyuram. Deyir ki, həcmi 26 kilobayt olan həcmi 1 megabayt olan diskə informasiya həcmi 26 kilobayt olan ən çox neçə fayl yerləşdirmək olar və neçə klasterdə boş yer qalmaz. Yəni, bu faylın neçə klasterə yazıldığını istəyir də. Yəni, neçə klasterdə boş yer qalmaz. Yəni, fayl neçə klasterə yazılar, onu istəyir bizdən. Biz onu tapmalıyıq. Ona görə də biz əvvəlcə gəlib nə edirik? 26-nı 5-ə böləndə, yəni bu 26 kilobaytlıq fayl
5 kilobaytlıq klasterlərə yazılırsa, 26-nı 5-ə böləndə bu 6 klaster deməkdir. 6 klaster. Yəni bizim bir dənə 26 kilobaytlıq faylımız 6 dənə klasterə yazılasıdır. Və bu 6 klasterin həcmi də 6 vurulsun 5, 30 kilobayt eləyəsidir. Yəni mənim bir dənə 6 kilobaytlıq faylım diskdə 30 kilobayt yer tutasıdır. İndi mən gəlib nə edirəm? Məndə 1 megabaytlıq disk deyir də. Mən də bilirəm ki, 1 megabaytım 1024 kilobaytdır. Onda mən gəlirəm 1024-ü bölürəm 30-a. 1024-ü 30-a böləndə indi mən bir dənə kalkulyatorla böləcəm. Deməli 1024 bölünsün 30. Burada 34.1 təqribən. İndi gəldik baxdıq. Deməli, biz bu diskə, bu fayldan tam şəkildə, elə mən bunun tam hissəsini götürürəm, tam şəkildə 34 dənəsini yerləşdirə bilirəm. Yəni, bu fayldan 34 dənəsini yerləşdirmək olar. Məndə də nə soruşurdu? Deyirdi ki, neçə klasterdə boş yer qalmaz. Deməli, belə deyək də, hər fayl mən 34 dənə fayl yerləşdirirəm. 34 dənə fayl yerləşdirirəm. Mənim faylım belə başa düşün. 5 dənə klasterə tam yazılır. Çünki mən 26-nı 5-ə böləndə 5 düşür, bir qalıq qalır. Yəni o qalıq qalan hissədə, yəni 5 düşür, 1 qalıq qalır da. Bu nə deməkdir? Bir klasterdən 1 kilobayt istifadə edir. Qalan 4 kilobaytı orada boşdur. Məndən deyir ki, neçə klasterdə boş yer qalmaz. Deməli, mən burada gəlib nə etməliyəm? 34 dənə fayl, hər biri 5 belə deyək, klasteri tam doldurur. Məndən də elə onların sayını istəyir. Ona görə gəlib burada nə edəcəm? Qələmimiz niyə yazmadım? Mən gəlib burada nə edəcəm? 34-ü vuracam 5-ə. 34-ü 5-ə vuranda bu deyir 170. Niyə 6-ya vurmadım? Çünki 26-nı 5-ə böləndə 5 düşür, 1 qalıq qalır. Yəni 5 dənə klaster tamda olur, 6-cı klasterə 1 kilobayt yazılır. Onun axı boş hissəsi var, mən onu nəzərə almıram. Çünki məndən nə istəyir? Məndən istəyir ki, neçə klasterdə boş yer qalmaz. Bax, oradakı 6-cı klasterlərin hər birinə 1 kilobaytlıq informasiya yazılasıdır, qalan 5 kilobaytı boş qalasıdır. Ona görə mən tam dolanların sayını götürdüm. Ona görə 34-dür. Yəni 6-ya yox, 5-ə vurdum ki, 5 klaster tamda olur axı. Bir klasterə də 1 kilobayt yazılır. 34-də 5-ə vuranda 170. Sualımızın cavabı da olur burada 170. Və belə biz sizlə aparat təminatı, proqram təminatı və əməliyyat sisteminə aid olan sınaq 4-ün sonuna gəldik. Ümidvaram ki, hər biriniz üçün faydalı olar. Videodan daha çox şəxsin yararlana bilməsi üçün, daha çox şəxsə faydalı ola bilmək üçün videolarımızı paylaşmağı, qaranlıq qalan məqamları isə şərh bölməsinə qeyd etməyi unutmayın. Sağ olun, hələlik. Növbəti videoda görüşənə qədər.